Zahra Klinik Sumqayıt şöbəsində reabilitasiyaya bağlı suallarımıza bu gün mütəxəssislərimiz cavablandıracaq. Gəlin başlayaq. 3 yaşlı uşaqlarda ayaqaltı düzlük normal sayılırmı? Nə zaman müdaxilə edilməlidir? Normalda ayaqaltı düzlük 5-6 yaşa qədər normal sayılır. Çünki ayağımızın altında bir yağ yastığı var. Uşaqlarda bunu çox vaxt görüb yastık pəncəri ilə və yaxud da ki, ayağın altındakı düzlüklə səhv salınır. Ona görə onun üçün reabilitasiyaya ehtiyac yoxdur. Əgər 6 yaşdan sonra ayağın altında həqiqətən bir yastılıq varsa, bu zaman bəli, reabilitasiya lazımdır. Kifoz reabilitasiya ilə düzələ bilərmi? Bu kifozun növündən və dərəcəsindən asılıdır. Postural kifoz zamanı bəli, reabilitasiya ilə düzəlir. Struktur kifoz olduğu zaman reabilitasiya ilə yanaşı başqa müalicə növlərindən də istifadə olunur. Reabilitasiya neçə seansdan sonra təsir göstərməyə başlayır? Bu sual ümumi sualdır. Pasiyentimizin şikayəti əsasında biz bu suala cavab verə bilirik. Əgər pasiyentimizdə skalyoz kifoz problemi varsa, biz onu 7-8 seansdan sonra nəticəsini göstəririk. Tam nəticəni isə mütəxəssislərimiz yekun kontrollardan sonra müəyyən edir. Bu tip suallarınız varsa komment bölməsində bizə yazın, komandamız suallarınızı cavablasın.